Salam dəyərli izləyicilər. Bugünkü şirniyyatımız cemli piroqdur. Bunun üçün bizə lazımdır yarım kilogram un, bir paket qabartma, bir paket vanil, biraz da duz. Bunları yaxşı-yaxşı qarışdırıb yağla omac hazırlayacağım. 250 qram burada yağdan istifadə elədim. Mən burada kərə yağından istifadə elədim. Əziz xanımlar, siz istəsəniz, yəni müxtəlif mətbəx yağları var, o yağlardan da istifadə edə bilərsiniz. Qeyd edim ki, amma kərə yağı ilə bütün şirniyyatlar çox ləzzətli olur həqiqətən. Umacımız hazır olduqdan sonra, deməli, üzərinə bir stəkan yarım şəkər tozu əlavə edirəm, qarışdırıram. Qramla desək 300 qram şəkər tozu istifadə elədim. Daha sonra bir qaba bir dolu, təpələmə dolu xörək qaşığı xama, 2 ədəd də yumurta, ağlı sarılıb bütöv şəkildə yumurtadan istifadə elədim. Bunları yaxşı-yaxşı qarışdırıb umacımızın üzərinə əlavə edirəm və xəmir yoğururam. Əziz xanımlar, burada xəmiri normal şəkildə xəmir, yəni deyim ki, az qarışdırsanız kifayət eləyər. Yox, normal tam xəmir un bir-birinə tam qarışana qədər xəmiri yoğurursunuz. Daha sonra mən burada 2 kündəyə ayıracağım xəmiri. 2 kündəyə ayırdıqdan sonra eyni boyda kündələr olacaq. Daha sonra stricə büküb soyuducuda gözlədəcəm. Bir hardasa 20 dəqiqə, 25 dəqiqə xəmir dinlənsin. Soyuducuda qaldıqdan sonra yuxanı yayıram. Burada yağlı kağızdan istifadə edirəm. Daha rahat yaymaq üçün, yəni un səpmədən yağlı kağızın üzərində kündəni yayıram. Deməli, yaydığım yuxanın eni 25, uzun isə 30 sm. Yəni nazik yayıram və gördüyünüz kimi kağızın yuxanın kənarlarını kağızı qatlayıram. Tam səliqəli olması üçün, düzdür. Yuxa bişdikdən sonra kənarlarını onsuz da səliqəli formada kəsəcəm. Kənar hissələrini ovuntu etmək üçün. Amma yenə də səliqəli olsun deyə bu formada kənarlarının kağızlarını bükürəm. Daha səliqəli olması üçün və listə yerləşdirirəm. 180 dərəcəli sobada, yəni əvvəlcədən sobanı salmışam qızıb. 180 dərəcəli sobada bişirirəm. Çox da tez bişir. Hardasa 15-20 dəqiqə, uzağı 20 dəqiqəyə yuxa bişir. Burada çox tünd qızartmağa ehtiyac yoxdur. Yəni quru olmasın. Rəngi biraz döndü, qızılı rəng oldu. Hətta kənarları biraz da qızarsa, özü ağ rəng qalsa da problem deyil. Daha yumuşaq olar piroqumuz. Bişirirəm. Deməli, eyni qaydada 2 kündənin ikisini də eyni qaydada, eyni ölçüdə bişirib. Daha sonra kənarlarını da bıçaq vasitəsilə kəsirəm. Kənarlarını kəsdikdən sonra həmən kəsdiyim hissələri də ovuntu eləyəcəm piroqun üzəri üçün. Burada mən piroqun arasına, üstünə əri cemindən istifadə edirəm. Əziz xanımlar, siz istəsəniz, yəni ürəyiniz hansı cemdən istəyir, o cemdən istifadə edə bilərsiniz və yaxud arasına qaynanmış, qatlaşdırılmış süd, qoz, ürəyiniz nə istəyirsə, deməli bu piroqun arasına çəkə bilərsiniz üstünə. Çox ləzzətli, çox kövrək, həqiqətən o qədər gözəl bir piroq alındı ki, dadı həqiqi mükəmməl idi, həqiqətən də. 2 yuxanın ikisini də eyni qaydada bişirdikdən sonra, özdə burada fikir verin, mən bişirəndə yuxaları deməli çəngəllə iz qoydum ki, artıq köpüşlər əmələ gəlməsin yuxanın üzərində. Tam bişmiş yuxanın üzərinə əri cemindən istifadə edirəm. Burada yarım kiloqramlıq bankadır. Deməli, o cemin hamısını, yarım kiloqramlıq bankanın içindəki cemin hamısını mən piroqa istifadə edəcəm. Deməli, mən burada heç çox gözləmədim piroq soyusun, xəmir. Biraz ilıq oldu. Daha sonra cemini çəkdim. Burada diqqət edin. Mənim hətta bişirdiyim yuxa o qədər kövrəkdir ki, mən onu çevirəndə belə, yəni qırığı əmələ gəldi. Problem deyil. Çox ehtiyatlı şəkildə üst-üstə yuxaları qoyuram və üzərini də yenidən qalan cemlə sıvıyıram. Burada piroqun kənarlarına cem çəkməyə ehtiyac yoxdur. Yəni kənarlarını ovuntu ilə örtməyə ehtiyac yoxdur. Sadəcə arasına və üzərinə çəkirəm cemi. Bütünlükdə cemin hamısını istifadə elədim. Daha sonra kənarlarından çıxardığım
qırıntıları da ovuntu formasına salıram. Yəni əlimlə ovuram. İstəsəniz blenderlə də ovuntu formasına alındıra bilərsiniz. Və piroqun üzərinə bütün ovuntunun hamısını əlavə eləyirəm. Hardasa 15-20 dəqiqə gözlədim. Çox gözləmədim. Yəni çox gözəl, kövrək, yumuşaq. Yəni bunun materialı piroqun biskvit kimi deyil də. Yəni çox belə ovuntulu, çox da gözəl, ləzzətli bir piroq alındı həqiqətən. İnşallah eynən bu qaydada hazırlasanız, əminəm ki, dadını çox bəyənəcəksiniz. Əgər bəyəndinizsə bəyənmə düyməsinə toxunmağı unutmayın. İnşallah kanalımda yeni videolarla görüşənədək hələlik.